Allah imtihan verir bize bilirsiniz ne için? Görsün ki ne kadar Allah'a arxayınlıq. İşi budur ancaq. Hamımız böyle bir qurban olum Allah'a. Allah onu asandır demək. Çıxılmaz vəziyyət yaradıram hərdən sizin üçün. Özüm edirəm. Hər yandan yolu bağlayıram. İndi görüm deyirsən qurban olum Allah'a, rahatdır hər şey. Nə olar olar. Hər şey onun əlindədir. Orada bilinir. Deyir, burada qəlbində xəstəlik olanlar şəkkə şübhəyə düşdülər. Bədgümanlıq gizli idi, üzə çıxdı. Nə bilək, bizdə var, burada oturanlarda yox. Elə bir şərait yaransa bilinəcək. O bədgümanlığı içdə saxlamayın ki, axır məqamda, çətin situasiyada o ki, deyir ona, görəsən nə olacaq? O deməkdir ki, sən Allaha inanmamısan. Sən bədgümansan Allah barədə. Deyirsən, ay Allah, bu necə imtihandır? Hər yandan yolu bağlamısan, deyirsən, mənə güman, belə bir məsələ budur da. Çətinlik gəldi, qorxmayasan, əldən düşməyəsən, inamını saxlayasan. Mən başa düşdüyüm bu yaşdakı yavaş-yavaş 50-yə yaxınlaşıram. Başa düşdüyüm budur ki, sən demə Allahın bütün imtihanlarının əsas məqsədi budur. Görüm mənə qarşı fikrin necə dəyişir ya yox. Görüm imanın sarsılır ya yox. Yəni mən barədə gümanın nədir? Sən demə Allahın işi bununla imiş.